Hər kəsə salam, hər vaxtınız xeyir olsun. Ümidvaram ki, yaxşısınız. Dərs səhələrimize qaldığımız yerdən davam edirik. Bugün sizlərlə biz tasvir tavalarının izahına baxacağıq. Ümumiyyətlə, bildiyiniz kimi yer səthində quru və üstünün nisbəti, həmçinin də yer səthində baş verən bütün proseslərin əslində başına durur nə? Deyirik ki, endogen qüvvələr. Endogen qüvvələr nəyə təsir göstərir? Quru səthini ya bir-birinə toxunaraq müxtəlif hərəkətləri səthə çıxarmasına və yaxud da deyirik ki, yerin səthində misal üçün maqmanın hazır olaraq səthə çıxması və s. Ümumiyyətlə nə yadda saxlamağınızı sizdən xahiş edəcəm. Təsvir havaları deyəndə yer səthində bildiyiniz kimi tavalar yəni müxtəlifdir. Bir var deyirik ki, deməli geosinkronal zonada olan deməli tavalardan danışacağıq. Yəni tavaların hərəkətini biz iki hissəyə bölə bilərik. Bir, tavalar bir-biri ilə deyirik ki, deməli toqquşma zonasındadır. Bir də deyirik ki, ayrılma zonasıdır. Toqquşmaya deyəcəyik konvergent zona. Konvergent toqquşma deməkdir. Divergent isə ayrılma deməkdir. Bildiyimiz kimi iki cür biz tava tanıyırıq. Sizlərlə əvvəlki mövzularda da demişik. Deməli deyirik biri nə idi? Okean tipli. Daha doğrusu yer qabığı tanıyır. Bir okean idi, bir də materik idi, düzdürmü? Əminəm ki, buradan indi deyirsiniz ki, bunun nə fərqi var idi? Deyirik ki, okean tipli yer qabığında hər ikisinin ən altdan başlayaraq yuxarı doğru pilə çəksək, ən altda hər ikisi nə idi? Bazalt idi, düzdürmü? Sonra demişdik ki, okeanda qranit yoxdur, düzdürmü? Və dedik ki, okeanda qranit yoxdur. Hər ikisi bazaltdır. Sonra okeanda ikinci təbəqə boş qalırdı. Amma materikdə nə idi? Dedik ki, qranit var idi. Daha sonra hər ikisində də üstdə isə nə idi? Çökmə idi. Düzdürmü? Çökmə. Bunu da biz müəyyən edirdik ki, deməli deyirik ki, okean tipli yer qabığının qalınlığı daha az idi. 5-9 kilometr idi. Çünki orada nə yox idi? Qranit təbəqəsi yox idi. Qranit nədir? Deyirik ki, tavalara qalınlıq verən, yer qabının qalınlığını daha artıran. Amma materik tipli isə qranit qatı olduğuna görə həm qalın idi deyirik ki, həm də ki daha çox ərazini əhatə edirdi. İndi gəldik nəyə? Dedik ki, iki cür zonanı biz müəyyən etdik ki, bir var dedik, deməli konvergent və divergent. Deyirik ki, divergent nədir? Ayrılma zonasıdır. Konvergent isə toqquşma zonası, düzdürmü? Deməli, buradan biz nə nəticəyə gələcəyik? Deyirik ki, tavaların sərhəddi var, düzdürmü? Hansı tavaları biz tanıyacağıq? Ümumiyyətlə, biz bilməliyik birinci olaraq böyük və kiçik tasvir tavaları. Niyə belə ayırıq? Çünki bildiyiniz kimi kiçik hissələrə ayrılırsa yer səthi, bu kiçik tavalar olacaq. Yox, böyükdürsə, böyük. Ümumilikdə 7 əsas, yəni 7 böyük, 5 kiçik tavalara ayrılır. Böyük tavalar deyirsiniz ki, necə seçməliyim? Məsəl üçün, materik adları olan, məsələn, Avrasiyadır, sonra Şimali Amerikadır, Cənubi Amerikadır, Afrikadır, Hind, Avstraliyadır. Sakit okean kimi əsas tavalardır və yəni materik və yaxud da okean adı varsa bu böyükdür. Çünki böyük ərazinidir. Belə təsəvvürünüzə canlandırın. Kiçik tasvir tavaları deyəndə isə 5 dənədir. Deməli, Filippindir, Karibdir, Ərəbistandır, Kokosdur və Naskadır. Yadda yəqin ki, qalacaq. Ümumiyyətlə, birinci olaraq gəlin danışacaq nədən? Konvergent zonadan. Yəni dedik iki cür zona var, düzdürmü? Konvergent var, divergent var. Konvergent zona toqquşma deməkdir. Yəni tavalar bir-birindən toqquşur. İndi sual yaranır ki, biz dedik okean tipli yer qabığı var, bir də materik, düzdürmü? Bunlar da həm okean tipli belə deyirik ki, tavalar, həm də materik tipli. İndi gəlin baxaq görək bunlarda vəziyyət necədir? Məsələn, bir toqquşma zonasıdırsa, konvergent toqquşması. Məntiqlə fikirləşək. İki okean olsa bunlar toqquşa bilərmi? İkisi də nazikdir də, xeyr, düzdürmü? Aha, deməli materik ola bilər, iki materik. Konvergent zonanı ayıracaq nəyə? Deyirik, deməli birinci olacaq nə? İki materik tipli tava. İki materik tipli tava. Bu zaman ikisi də qaldı. Bax, düşünün ki, belə deyək, bu materikdir, bu da materikdir, düzdürmü? Baxın, bunlar bir-birinə nə edir? Hal-hazırda toqquşmadır, düzdürmü? Toqquşan zaman nə yaranacaq bu hissədə? Bir saniyə.
Aha, bunlar birbirine toqquşsa nə olacaq? Deməli, ikisi də böyükdə, düzdürmü? Daha da bir-birinə toqquşduqca daha hündür sadalar yaranacaq. Məsələn, buna misal göstərə bilərəm nəyi? Hind Avstraliya ilə Ərəbistan tavasını, Avrasiya ilə Ərəbistanı, Avropa ilə deməli Hindistanı. Yəni bu kimi tavalar bir-birinə niyə toqquşduğu sırada, məsələn, Himalay dağlarının yaranmasına səbəbdən Hind Avstraliya tavasını dedik ki, Hindistan tavasını, daha doğrusu demişsə Avrasiya tavasının toqquşması nəticəsində yaranır. Ən sıra dağlar. İkinci bizdə gələcək nə? Bir dedik iki tip materik ola bilər. Yəni ikisi materik kimi toqquşa bilər. Bir də ikinci dedik ki, bir materik, bir okean. Deməli, materik və okean tipli yer qabığı. Bu zaman necə olacaq? Düşünün ki, bax bu materikdir yenə. Bu isə okeandır. Bax, nazik olacaq. Okean nazik, düzdürmü? Bunlar birbirine toqquşan zaman nə olar? Deyirik ki, okean tipli yer qabığı neyinir? Materikin altına gömülür. Baxın, materikin altına doğru hərəkət edir. Və bu zaman quruda olan yer tipli tava, yəni quru materik tipli tava daha da üstə çıxacaq. Bu zaman nə yaranır? Məsələn, buna misal göstərə bilərəm Cənubi Amerika ilə Sakit Okean tavasını. Sakit bu düşünün Sakit Okeandır, düzdürmü? Bu da Cənubi Amerika tavası. Bunlar toqquşan zaman nə baş verir? Və yadda saxlayın, qeyd edin ki, bunların toqquşma zonasını biz nə deyəcəyik? Deməli, subduksiya zonası deyəcəyik. Bu zaman quruda yaranacaq nə? Sıra dağlar, məsəl üçün Ant dağlarını misal göstərə bilərik. Okeanda yaranır nə? Dərin sulu okean olur. Misal üçün, Cənubi Amerika ilə Sakit Okeanın toqquşması nəticəsində quruda yaranıb nə? Dünyanın ən hündür dağ sistemi olan Ant dağı, okeanda yaranıb nə? Peru çökəkliyi. Yəqin ki, yadda qala bilər. Bu hissənin əgər hamıya aydın oldusa, yenə deyirəm, konvergent toqquşmadır. Əsas sırayla salır. Konvergent yenə də toqquşmadır və iki cür var. Ya iki materik tipli tava birbirine toqquşacaq, ya da materik və okean tipli tava birbirine toqquşur. Əgər ikisi də materiklə toqquşursa, deməli nə baş verir? Daha da hündür dağlar, məsələn Himalay dağları, Tibet dağlarını göstərə bilərik, Pamir dağlarını göstərə bilərik. Yox, biri materik, biri okeansa bu zaman nə olur? Okean materikin altına gömülür. Gömüldüyü zaman burası subduksiya zonasıdır və materiklə okeanın toqquşması zamanı, yəni daha doğrusu okeanın materikin altına gömüldüyü hiss edirik nə? Subduksiya zonası. Bu zaman nə baş verir? Deyirik ki, deməli okeanda yaranır çökəkliklər, yəni okeanın dərinliyi çökəkliklər, okean növləri. Burada isə yaranacaq nə? Deməli dağlar. Daha sonra gəlirik nəyə? İndi gəldik divergent. Deməli deyirik konvergent sonra nə idi? Toqquşmadırsa, divergent sonra əksi olacaq. Nədir? Ayrılmadır. Divergent sonra deyirik ki, nədir? Ayrılmadır. Ayrılma necə baş verir? Yəni iki okean tipi tava. Düşünün ki, baxın, ikisi də tavadır, düzdürmü? Okeandır. Məsələn, baxın, bu da okeandır, tutaq ki, bu da okeandır. Bax, düzdürmü? İkisi də eyni qalıqdır, naizdir. Buna birinə toqquşa bilmir. Çünki ikisi də birinə toqquşa üzbəüz gəlir, yəni heç bir şey olmayacaq. O zaman bunlar nə etməlidir? Bir-birindən qələmin rəngini dəyişim. Bundan sonra nə edəcək? Bir-birindən ayrılacaq. Ayrılır. Bu da hansı ərazi? Yəni okeana məxsus. Ən çox da biz göstərəcəyik hansı hissəni? Baxın, bu hissə Atlantik okeandır. Atlantik okeanın sahilini göstərə bilərik. Bu zaman həmin hissədə nə yaranır? Orta okean dağ hissələri yaranır. Və sizə belə bir sual verim. Əslində dəstədə vermişik. Adaların yaranması. Əslində adalar elə hər hansısa bir qurunun suya atılması deyil. Yəni ada sualtı dağdır. Deyərsiniz ki, suyun altında dağ mı var? Bəli, var. Və sualtı dağların da hündürlüyü qurudakı dağların hündürlüyündən çoxdur. Məsələn, 11.000 ola bilər, 12.000 hətta çata bilir hündürlüyü. Deməli, düşünün ki, baxın, bu suyun altındakı dağ, düzdürmü? Bu isə litosfer tavalardır, düzdürmü? İkisi də okean tipi tavadır. Bunlar birbirindən ayrılan zaman bu dağ nə edəcək? Səthə çıxır, üzə çıxır. Çıxdığı zaman və bizdə dağın ucu şiş olur, şüzlü olur, dağlar zirvəsi olur. Və səthə çıxan zaman indi biz sizlə eksogen prosesləri izah edəcəyik. Eksogen, yəni xarici, exoxarici demək. Xarici proseslərin nəticəsində onun üstünü küləkdir, dalğadır. Bu nə edir? Onu aşındırır, hamarlaşdırır. Və nə edir? Adaya çevirir. Yəni ada əslində sualtı dağların deməli meydana gəlməsi nəticəsində yaranıb.
Sizdə testdə nə var? Deyir, məsəl üçün, divergent zonaya aid olan adaları tapın və yaxud da ki, deyir, konvergent zonaya aid olan adaları tapın. Necə tapacaqsınız? Bax, yadda saxlayın. Burada ən məşhurlarını mən sizlər üçün qeyd eləmişəm. Deməli, İslandiya, baxın, buradadır. Bura İslandiya adasıdır. Sonra Azor adası, Müqəddəs Yelena adası, Havay adaları və Galapagos adaları. Bu adalar, deməli, sahillə divergent zonu. Ümumiyyətlə, divergent zonu deyəndə okeanda olan götürür. Və ən məşhurlar, bunları yadda saxladınız. Məsələn, İslandiyadır, Azordur, Müqəddəs Yelenadır, Havaydır, Galapagosdur. İşimiz rahat olacaq. Nə mənada? Testdə misal üçün sizdən konvergent zonalı dəyişən adalar soruşursa, divergentlər çıxsaz, cavaba gedə bilərsiniz. Yenə deyirəm, təkrar var. İslandiyadır, Azordur, Müqəddəs Yelenadır, Havaydır, Galapagosdur. Yadda qalar yəqin ki. Bu adalardır. Məsələn, Pasxada var. İndi mən addan gedəməm. Yəni buradan indi inşallah oxuyacağıq. Sonra gəlir bizdə deməli nəyə? Təkcə elə divergent zonu deyəndə okeanı götürə bilmirik. Biz quruda da götürə bilərik. Bildiyiniz kimi Afrika materiki çat olan materikdir, belə deyək. Daha dolğun desək, şərq hissəsində çatlara məruz qalır və bu çatlar getdikcə hər il daha da genişlənir. Alimlərin də fikrinə görə, coğrafiyaşünasların da fikrinə görə bir neçə illər sonra Afrikanın baxın bu hissəsi tamamilə Afrikadan qopacaq. Ayrılacaq, yarımadaya çevriləcək. Hətta adaya. Deməli, bu zonada da biz nə edəcəyik? Deyirik ki, divergent zonu ayıracaq. Baxın, deyirik divergent nə idi? Ayrılma da okeandadır. Və qurunun da parçalanmasına da səbəb olursa, artıq da divergent zonu sayılır. Yadda qalar. Məsələn, burada tektonik çat zonasında göllər var. Məsəl üçün, Rudolf gölünü deyə bilərəm, Niyasan deyə bilərik, Tanganika və s. bu göllər. Bu göllər deyirik nədir? Yəni qraben mənşəlidir. Horst və qraben bilirsiniz də. Platformanın enmə və qalxmasını biz deyirik. Qalxan hissələri dedik nə idi? Horst idi, enən də qraben idi. Demək, həmin hissə yəni nə gedir? Qurudakı divergent zonalar. Yəni testlərinizdə olsa misal üçün və belə deyək, sınma zonasında olduğuna görə biz nə hidrosifer bilməsi keçəndə orada misal üçün deyirik ki, Afrikadakı göllər, yəni hansı göllər sınma zonasında yerləşir və yaxud da deyirik ki, hansılar şirinsulı göldür. O zaman siz bax bu Afrikanın şərqində olan hissədəki gölləri götürəcəksiniz. Bu hissədə aydınsa keçirik növbəti hissə. Ümumiyyətlə, litosfer tavalarının hərəkəti haqqında deyək. Yəni, tavalar tək elə bu il, yəni bir ildə deyil. Tavaların hərəkəti illər alır. 1000 illər, 100 illər boyu yəni hərəkət edir və bizlər onu hiss etməsək belə tavalar hər il müəyyən santı, məsəl üçün 10 santı, 2 santı, 2 millimetr, daha doğrusu, yəni hərəkət edir. Məsələn, tutaq ki, düşünün ki, baxın, bu yer kürəsidir, düzdürmü? Məsələn, bu. Bax, tavalar həmişə bax, bu istiqamətdə gedirlər, şimala doğru. Şimala şərqə doğru həmişə hərəkətdədirlər. Təbii ki, bu hərəkəti biz tam hiss etmək üçün bir 100 illər keçməlidir ki, biz tam hərəkət edirik. Çünki onun yəni hər il yavaş-yavaş hərəkət edir, biz onu tam müəyyən edə bilmirik. Amma onu bilin ki, tavalar daim hərəkətdə olur. Və nəyə yadda saxlamağınızı sizdən istəyərdim? Burada bu şəkildə, solda şəkildə gördüyünüz deməli tavalardır. Bayaq biz adlarını çəkdik. Gəlin birlikdə də baxaq. Baxın, bu hissə deyəcəyik Hind-Avstraliya tavası. Bura Afrikadır, bura Avrasiyadır. Baxın, bir-birinə sərhəddən ayrılır. Bura Sakit okeandır, bura Antarktidadır, bura Cənubi Amerikadır, bura Şimali Amerikadır. Kiçiklər isə hansılardır? Deməli, deyirik ki, Nazcadır. Sonra bu hissədə deyirik ki, baxın, Filippindir, Kokosdur. Sonra deyirik, bax, Ərəbistandır. Bunlar da nə olur? Kiçik litosfer tavalar adlanır. Deməli, daha sonra biz sizlərlə qeyd edəcəyik deməli nəyi? Litosfer tavalarında, yəni daha doğrusu belə deyək, konvergent zonada, həmçinin divergent zonadakı sərhədlər nədir və yaxud da necə olur? Baxın, şəklə diqqət yetirməyinizi xahiş edəcəm sizdən. Baxın, konvergent zonu bu hissədir. Konvergent sərhəd deyirik. Baxın, materikdir, okeandır. Fikir verirsiniz, okeanın belə bir ox istiqamətində nə edir? Materikin altına gömülür. Düzdürmü? Gömülmə hissəsini deyəcək nə? Subduksiya zonası. Deməli, divergent sərhəddə isə baxın, iki tava düzüm nə edir?
ayrılır. Baxın, oxların istiqamətinə diqqət edin, şəkildə görürsünüz. Bir-birindən ayrılacaq. Və deməli, deyirik ki, bəs burada fikir versəz, konveksiyanın yuxarısında bu vulkandır. Baxın, bu vulkan, bir saniyə. Və bu vulkandır, düzmü? Deyirik ki, materik tipli yer qabığında, yəni materik və okean toqquşma zonasında, yəni müasir geosinkron zonalar demişdiksə, yadınıza gəlir, 4 zona var idi. Antkardilyer idi, Alp-Himalay idi, Sakit Okeanotlu Qövsül, Orta Okean dağ silsiləsi, düzdürmü? Yəni ən çox da vulkanları biz hardan indi vulkanın dərsində keçəcəyik. Deyirik ki, tavalarının toqquşma zonasında, yəni sərhədlərində müəyyən edirik. Okeanların bir-birinə ayrılmasında isə nə yaranırdı? Deyirik ki, yaranır deməli Orta Okean dağ silsiləsi. Baxın, sanki okeanın içərisində bir dağ sərhəd boyu gedir. Və konvergentdə isə yarandı nə? Deməli, hündür dağlar toqquşma zamanı, daha da yüksək dağlar. Okeanda isə yarandı nə? Əsas da bu okeanın materikin toqquşma zonasından gəlir. Bu subduksiya zonasından. Materik gömüldü, okean gömüldü. Və okeanın gömüldüyü yerə biz nə deyirik? Deyirik ki, subduksiya zonası. Və orada nə yaranacaq? Okeanlar. Məsələn, Cənubi Amerika ilə misal üçün Sakit Okeanı deyim. Orada nə yəni Peru çökəkliyi yarandı. Quruda isə yaranacaq deyirik nələr? Sıra dağlar. Məsəl üçün Ant dağları. Aha, deməli sonra davam edirik nə ilə? Tavalarının hərəkətini dedik. Ümumiyyətlə tavalarının hərəkət etməsi əslində yer səthində tektonikanın, yəni tektonik proseslərin baş verməsinə zərurət yaradır. Məsələn, əgər tavalar hərəkət etməsəydi, yəni müasir dövrdə vulkan, zəlzələ kimi proseslər baş verməzdi. Sonra gəlirik deməli nəyə? Ümumiyyətlə Himalay dağlarının yaranması dedik ki, Avrasiya ilə Hind-Avstraliya ikisi də materik tavada bir-birinin toqquşma zonasında yaranırlar. Ümumiyyətlə tavaların yəni toqquşma zonasında buna deyirik nə? Konvergens zona. Əgər iki materik tava toqquşursa, daha da sıra deməli hündür sıra dağlar yaranır quruda. Daha sonra nə deyəcəkdik və bizim özümüz də, yəni Azərbaycan bildiyiniz kimi yerləşirik harda? Avrasiya və Ərəbistan tavalarının toqquşma sərhədində və biz özümüz də Alp-Himalay geosinkronuna düşürük və biz Avrasiya ilə Ərəbistan deməli materik tavalarının toqquşma sərhədində yerləşirik. Buna görə də indi biz Azərbaycan kisəsi deyəcəyik. Buna görə bizdə də tektonik zonalar ayrılacaq. Sonra bu slaytda siz başqa nələr görürsünüz? Məsələn, müəyyən terminlər var. Məsələn, geosinkron nədir, divergens zona nədir, deflyasiya nədir? Yəni bundan istifadə etsəz çox belə deyim, yaxşı olarsa, tutaq ki, bəzi anlayışlar indi biz dərs silahına deyirik. Və siz sonradan baxanda, yəni sizə daha rahat olması üçün baxa bilərsiniz. Sonra gəlir burada bu slaytda varsa izahını verəcəm sizə. Faydalı qazıntılar. Faydalı qazıntılar deyəndə ümumiyyətlə insanların istifadə etdiyi, deyirik ki, yeraltı sərvətlər iki hissəyə adlanır. Yəni nə deyirlər? Məsələn, minerallar və yaxud da deyirik nə? Faydalı qazıntılar. Faydalı qazıntılar ikiyə bölünür. Bir var filizlər, bir də var qeyri-filizlər. Filiz deyəndə nə yadınızda saxlamağı istəyəcəm? Filiz maqmatik mənşəlidir. Yəni yer səthində olan deməli deyirik ki, nələr? Deməli bütün filizlər, məsələn, dəmirdir, misdir, daha sonra qızıldır, gümüşdür. Hansı ki filizdir, dağlıq ərazidə yaranan filizlər. Bunlar nədir? Filiz mənşəlidir. Qeyri-filiz deyəndə isə çevre mənşəli suxurlardır. Yəni çevre misal üçün bunlara gətirə bilərik nəyi? Məsələn, duz, müxtəlif duzlardır, travertindir, müxtəlif qazlar. Misal üçün burada ən çox misal üçün alüminium xammal yataqları. Bu hissəyə diqqət etmənizi istəyəcəm sizdən. Çünki imtahanda sxematik şəkildə indi biz sizlə iqtisadini keçəndə də orada olacaq. Verilir misal üçün hansı ərazidə deməli hansı deməli minerallar yayılır. Yadda saxlayırsınız nəyi? Alüminium bildiyiniz kimi alüminium mineralı 3 hissədən ibarətdir. Deyirik ki, hansıdır? Alnitdir, boksit, nefrit. Alnitə görə biz Avropada birinciyik. Boksit yataqlarımız harda var ən çox? Yəni dünyada. Braziliyada var, Böyük Çində, Şimali Avstraliyada, Qviyanada. Testlərdə bunu yəni müəyyən etməyinizi istəyəcəm sizdən. Deməli, qeyri-filiz faydalı qazıntılar nədir? Dedik ki, qeyri-filiz faydalı qazıntılar isə Şimali Afrikada, Floridada, Şərqi ümumi dünya üzrə gedir və Böyük Çində apetit və fosforit yataqları var. Yanar da bildiyiniz kimi, yəni yanarlardır. Biz buna çevmə suxurlar demişik, üzüm mənşəli suxurlar. Ən çox harda var dedik? Deməli,
Yəni nələrdir? Neftdir, təbii qazı, yanaşdı bunlardır. Ən çox rast gəlinir, deməli, Xəzər dənizində, Qvineya körfəzində, Meksikada, Qərbi Sibirdə, İran körfəzində. Və daş kömürdə əsas yataqları Apalazdır, Şərqi Avropa düzənliyidir, Dekandır, Orta Sibir və s. Bunları da öyrənsəz yaxşı olar, çünki imtahanda məsəl üçün ölkəni verir və yaxud da ərazisini verir, sizdən yanında da verir. Məsələn, tutaq ki, sxematik şəkildə hansı faydalı qazıntıdır deyir, ya doğru sıranı müəyyən et, ya da səhv sıranı müəyyən et. Bunları bilsəz yaxşıdır. Və burada da ki, sonda isə misal üçün hansı ərazidə həm şərt işarəsi ilə, həm də hansı ölkələrdə var onları da bil. Məsəl üçün bunu da öz dəftərinizdə qeyd etsəz, deməli daha yaxşı olar. Deməli təsvir tavalarının izahından bu qədər. Növbəti dərs izahında görüşənədək. Hələlik, uğurlar.